Tamam, 8-ci sinif iş dəftərindən səhifə 61-də birinci yarım üzrə ümumiləşdirici tapşırıqlara baxırıq. Deməli, birinci şəkildə bizə model verilib, atom üçün cədvəli tamamla deyir. Bu kükürt atomudur. Əvvəlcə burada gəlin elektronları sayaq. Nədir bu? 1s2. İkinci təbəqədə nə qədər elektron var? Bu nöqtələr elektronlardır. 1s2, 2p6 sayısız baxın. P6 rengi başqa eləyək ki, görsənsin. Sonra 3s2, 3p4. Elektron formulu yazdıq. Proton sayını istəyir bizə. Bu neytral atom olduğu üçün proton sayı elektron sayına bərabərdir. Yəni, bunun 16 protonu, 16 elektronu vardır. Qısa elektron formulu istəyir. Qısanı istəyirsə 3 nöqtə yazırıq. Xarici energetik səviyyə yazırıq. 3s2, 3p4. Cütləşməmiş elektron sayı deyir. Baxın, burada cütləşməmiş ən sondadır. 3s2, 3p4 olan hissədədir. 1, 2, 3, 4. Baxın, burada bu ikisi cütləşməyib. Yəni, təkdir. Xarici təbəqədə elektron sayı. Xarici təbəqədəki elektron sayı 3s2, 3-cü energetik səviyyədəkidir. Xaricisi bunun. 6 elektron var. 2 burada, 4 burada. Cəmi 6. 2 elektron aldıqda əmələ gələn iyonun elektron formulu. Baxın, bunun 16 elektron var idi. 2 alsa elektron nə qədər olur? 18. Demək ki, olacaq 3s2, 3p6. Qısa şəkildə yazaq bunu. 3s2, 3p6. İkinci suala baxaq. İfadələri Eyler-Venn diaqramı üzrə ayır. Deməli, burada göz xlor mənfidir, bu üzərində mənfi işarəsi var, argon var burada. Neytral atom desin, yəni bu üstündə mənfi müsbət varsa bu iyondur. Neytral atom olan argondur. 3s2, 3p6 yazdı bura hər halda, elektron formuluna malikdir. Ümumiyyətlə bu xlor neytral halda yazsaq, 3s2, 3p5, 17 elektronu var. Argon isə 18-dir. 3s2, 3p6-dır elektron formulu. 3s2, 3p6 deyir. Baxın, argon neytraldır, 3s2, 3p6. Amma xlor mənfidir, axı, xlor birini alıb, 18 elektronu var. Bu da 3s2, 3p6 vəziyyətindədir, mənfi olduğu üçün. Yəni, ikinci hər ikisinə aiddir. Kimyəvi rabitə əmələ gətirir. Argon ümumiyyətlə təsirli qazlar kimyəvi rabitə, yəni onlar təsirsiz adı ona görə verib ki, rabitəyə çox daxil olmurlar. Və əslində daxil olduqları məqamlar var. Sadəcə biz orada məktəb kimyasına deyirik ki, onlar reaksiyaya daxil olmurlar. Rabitə əmələ gətirmirlər. Rabitə əmələ gətirən xlor mənfidir. Oktet qaydasına uyğun olaraq stabil haldadır. Burada yenə oktet qaydası nə idi? NS2, NP6 vəziyyətinə gəlməsidir. Hər ikisi oktet vəziyyətindədir və stabil haldadır. 4-də bura. Cədvəldə verilən element atomların tam elektron formulunu yaz və xarici təbəqələri qrafik olaraq təsvir et. Deməli, oksigen 8-dir. 1s2, 2s2, 2p4. Sadəcə xaricini istəyir. Yəni, bizdə bunun xaricisi nədir ki, bu xaç çəkməyə ehtiyac yoxdur. Mən sizə göstərmək üçün deyirəm ki, baxın, birincisi energetik səviyyə 1s2-dir, ikincisi 2s2, 2p4, xaricisi ikincisidir. Bu s orbitalıdır, 2 dənə elektron var. Bu p'sidir. Bu formada yazılır. Natrium 1s2, 2s2, 2p6, 3s1. Baxın, bunun xaricisi ancaq 3s1-dir. Bir dənə bunu yazırıq. Alüminium 1s2, 2s2, 2p6, 3s2, 3p1. 13 elektronu tamamlayırıq. Bunun S-də gördüyünüz kimi 2 elektron var. P-sində isə 1 elektron var. Xlor 1s2, 2s2, 2p6, 17-yə tamamlamalıyıq. 3s2, 3p5.
S-də deməli, əvvəlcə S orbitalını doldurmağa başlayır. 2 elektron var. P-də 5-dir. 1, 2, 3, 4, 5. Kalyum 1s2, 2s2, 2p6, 3s2, 3p6 oldu 18, 4s1 oldu 19. Bunun xaricisi baxın, ancaq 4s1 olanıdır. Burada 3s2, 3p6 xarici deyildir. Yəni, burada bu şəkildə yazmağı siz çaşdırmasın. Bu S-lə P-ni yazıb və siz düzgün olan elektron formulu qeyd eləməlisiniz orada. C2H2 maddəsi asetilən adlanır və bu maddədən dördüncü sual. C2H2 maddəsi asetilən adlanır və bu maddədən qaynaq işlər zamanı yanacaq kimi istifadə olunur. Yanma məhsullarının metanın yanma məhsulları ilə eyni olduğunu nəzərə alaraq asetilinin yanma reaksiyasının söz tənliyini tərtib edin. Baxın, metanın yanması budur. Mən sizə reaksiyanı yazıram. Siz aşağıdan söz tənliyini yazdım, onu yazacaksınız. CO2 üstəgəl H2O alınır. Ümumiyyətlə, bunlar özü maddə adlanır və özü maddələrin hamısı yananda CO2 üstəgəl H2O əməl edir. Yəni, karbon və hidrogendən ibarət olan özü maddələr. Bu da yananda yenə CO2 üstəgəl H2O əməl edir. Söz tənliyini istəyir bizdən. Deməli, asetilen üstəgəl oksigen qazı alınır karbon qazı, üstəgəl su. Bu da söz tənliyi. Asetilinin yanma reaksiyasının kimyəvi tənliyini tərtib et və əmsallaşdır. Tənliyi elə yuxarıda yazdıq, bayaqçıdır. İndi bunu əmsallaşdıraq. Deməli, 2 dənə karbon görürük. Amma oksigen sayı düz olmayacaq, orada 2 yazacaq. 4 yazaq bura. Burada 2 yazaq. Hidrogen sayı 4'dür, burada 4 olsun deyə 2 yazdıq. Oksigen sayı 10'dur. Burada da 10 olsun deyə 5 yazırıq. 5-ci sual. 4A qrup elementlərindən karbon, oksigen ilə CO2, silisium ilə silisium O2 əmələ gətirir. Tərkibləri oxşar olsa da bu maddələrin xassələri bir-birinə fərqlənir. Məsələn, CO2 açırətlə qazdır, silisium O2 isə bərk haldadır və ərimə temperaturu yüksəkdir. Bu atomlar oktet qaydasına uyğun olaraq xarici təbəqələrinə atom nömrəsi neçə olan təsir qazı bənzədir cavabını əsaslandır. Deməli, CO2-də, daha doğrusu bu karbon 6'dır əsas nömrəsi. Bu 1s2, 2s2, 2p2'dir. Bu deməli, özünü bənzədir nəyə? 1s2, 2s2, təsirsiz qaz olması üçün 2s2, 2p6 olmalıdır. 2p6, bu da sıra nömrəsi 10 olandır. Yəni 10 olan da hansıdır? Neon. Sonra silisium soruşur. Silisium 14'dür. 1s2, 2s2, 2p6, 3s2, 3p2. Burada ən yaxın olanı, 3 nöqtə qoyub yazaq elə bunu. 3s2, 3p6. Yəni nədir? 18 olan. Bu da argondur. 18 olan argondur. Cavabımızı əsaslandırırıq ki, bu çünki karbona ən yaxın olan neondur. Ən yaxın təsirsiz qaz. Ən yaxın təsirsiz qazın elektron formuluna bənzər yazaq. Ən yaxındakına bənzəməlidir. Təbii ki, normal olaraq. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. B bəndinə baxaq. Karbon qazının atom modelini elektronlar əlavə edərək tamamlanır. Deməli,
Hər birinin ətrafında 8 elektron olmalıdır. Oksigen 8-dir, 1s2, 2s2, 2p, 4-dür. Xarici negativ səviyyəsində 6 elektron var bunun. Bunu yazsaq 6 dənəsini bu formada yaza bilərik. Və karbonla oksigen arasında da burada elektronlar bu formada olmuş olacaq. Paralel yazırıq və yenə oksigen olduğu üçün bunda da eyni ilə aşağıda olmalıdır 6 elektron olsun deyə. Şimdi baxaq karbona. Karbonun baxın ətrafında nə qədər görürsünüz? Ümumilikdə 8 elektron var. Karbon yəni başqa elektron yazmağa ehtiyac yoxdur. Karbonun sıra nömrəsi 6-dır. 1s2, 2s2, 2p2. Bax, xarici negativ səviyyəsində neçə elektron var? 4. Burada deyək də biz 4 dənə baxın. Bu karbonun özünün. Ortada olanlar isə artıq hər ikisinə aid olur da mübadilə mexanizmi. C bəndinə baxaq. C bəndində silisium-O2-də silisium və oksigen arasındakı rabitənin əmələ gəlməsi CO2-də olan rabitələrdən nə ilə fərqlənir? Burada da silisium-O2-ni verib, bütün yaşı olanlar oksigendir, qırmızılar isə silisiumdur. Burada deməli əsas fərq nədir? Əgər CO2-ni yazası olsa açıq quruluşu bu formada olacaq və görürsünüz burada pi rabitələr var 2 dənə. Sadə şəkildə belə yaza bilərsiniz ki, karbon oksigenlə birləşəndə pi rabitə yarada bilir. CO2 molekulyar quruluşda olur. Və qaz halında olur. Bunu da yaza bilərsiniz. Silisium isə oksigenlə pi rabitə yarada bilmir. Yalnız tək qat rabitə olur, sigma rabitə olur. Bunu da yaza bilərsiniz. Və buna görə də silisium O2-də atomlar bir-birinə bu şəkildə gördüyünüz kimi bir-birinə çoxlu rabitələrlə bağlanır. Şəbəkə əmələ gətirir, yaza bilərsiniz. Şəbəkəyə oxşurdu bu biraz. Şəbəkə əmələ gətirir. Və bərk halda olur. Belə, bunu yaza bilərsiniz. D bəndində isə deyir, nə üçün silisium O2-nin ərimə temperaturu CO2-dən kəskin fərqlənir? Buraya yazdığımı silim. Burada kristal qəfəslər fərqlidir. Silisium O2 atom kristal qəfəsinə malikdir. Atom kristal qəfəslərin də ərimə temperaturu bəkliyi yüksək olur. Yuxarıda da yazdım bayaq. Silisium O2 isə molekulyardır, molekul kristal qəfəslidir. Deməli, 6-cı sualda isə dövrü cədvəldə bəzi elementlərin yeri verilib. Biz A bəndini nə deyir görək? Onu tapaq bir-bir. Bütün elementlər kiçik dövrlərdə yerləşir. Bax, kiçik dövrlər hansılardır? 1, 2, 3. Artıq buradan geriyə qalan isə olur böyük. 4, 5, 6, 7. Bu səhvdir, x qoyuruq. Çünki x-i görürsünüz 4-dədir, L 4-dədir. Bütün elementlər əsas yarım qrupda yerləşmişdir. 4, 5, 6, 7, 8, 9, 10,
11, 12, 13, 14, 15, 16, 17, bu da 18. Deməli, 17-dəki baxın, əsas yarım qrup Y-dir. Sonra 16-ya baxaq. 16-da L, bu da əsasdır. Sonra 15-də fosfor, bu da əsasdır. Birincidə X əsasdır. Sonra Z-ə baxaq, 2-də Z. Kalsium, bu da əsas yarım qrupdur. Burada əlavələr ortada olan, məsəl üçün 7-dir, 8-dir, 9, 10, 11, 12. Bunlar əlavələrdir. Həmçinin 3, 4, 5, 6-da. Deməli, bütün elementlər əsas yarım qrupda yerləşib, bu düzdür. Radius ən böyük olan element Y-dir. Xeyr, səhvdir. Çünki belə sağa gəldiksə dövr üzrə radius azalır. Bu da azdır Y-dən ki, bunu çıxdıq. Və yaxud da bunu metal, qeyri-metal kimi yadda saxlaya bilərsiniz. Metallarda radius böyük olur, qeyri-metallarda aşağı olur. Yəni, burada da X-Z qala-qala Y-in radius böyük olmaz. Sonra metallı xassəsi ən çox olan element X-dır. Bu düzdür. Deməli, dövr sistemimizdə üzü aşağı gəldikcə metallıq atom radiusu artır. Qeyri-metallıq xassəsi ən çox olan element M-dir. Xeyr, burada da Y olacaq. Ən çox olan. Bu da səhvdir. Niyə görə? M baxın 15-də yerləşir. Bu isə 17-dir. Bayaq dediyimiz kimi. Üzü bu tərəfə getdikcə dövrü sistemdə dövrlər üzrə soldan sağa. Qeyri-metallıqdır, oksidləşdiricilikdir, elektromənfilikdir. Bunlar artır. Elektron sayı ən çox olan element L-dir. Bəli, sıra nömrəsinə görə baxsaq, buradan sonra arta-arta gedir də L-inki daha çoxdur. X və L oxşar xassəlidir. X və L oxşar xassəli deyil. Oxşar xassəli eyni qrupda olan olur. Eyni dövrdə olan oxşar xassəli olmur. Bu X metaldır, L isə qeyri-metaldır. Bu necə oxşar xassəli olsun? Z2A yarım qrup elementidir, deyir. Bu düzdür. Z və M eyni dövrdə yerləşir. Z və M eyni dövrdədirmi? Bəli. Üçüncü dövrdədir. A bəndəki suallar bitdi. B-yə baxaq. X və L-dən əmələcənə birləşmənin formulunu yazsın. X hardaydı? 1-də. L hardadır? 16-da. Yəni 6-cı qrupda. X, L. Qeyri-metallar metallara birləşmələrdə ən aşağı oksidaşmə dərəcəsi göstərirlər. Yəni bu L 6-da yerləşir, 2 ola bilir. X-dakı ancaq 1 ola bilir, müsbət 1. Buna görə də belə olacaq formul. X 2, L. Və yaxud da konkret desək bunu, bu X hansıdır? Kalium 2, L-dəki kükürdü düşür, səhv eləmirəmsə, yoxsa? Yox, selen, hə, kükürdün aşağısına. X2, kalium 2, SE. X və Y-dən əmələ gələn birləşmənin formunu müəyyən edin. X bayaq dediyimiz kimi 1-dir. Y hardadır? Y 17 flördür. 17 də 7A-dır. Orada da ən aşağı oksidaşmə dərəcəsi -1-dir. Müsbət 1, -1. X, Y olacaq. X, Y bu formada olacaq. Bunu böldək. Deməli, 7-ci suala baxırıq. İfadələri Eylerven diaqramı üzrə ayır deyir.
İyon rabitəsi. Baxın, iyon rabitəsi nə ilə nə arasında olurdu? Metal, qeyri-metal. Metal, qeyri-metal nə görürəm burada? Böyük yazım bu balaca görürsən. Alüminium xloru üstü, bu isə P xlor üçlü. Yəqin çayındakı metal, qeyri-metal, alüminium və xlor. Bu iyon rabitəsi. Kovalent rabitə qeyri-metallar arasında olur. Burada P xlor isə qeyri-metallardır. Oktet qaydası. Oktet qaydası ödənir. P xlor 3, alüminium xlor 3. NS2 NP5 olmalıdır. Bunu yazarıq. Anion, katyon deyirsə, bunların müzərrisində anion, katyon var. Anion mənfi yüklüdür. Katyonda müsbət yüklüdür. Bu P xlor 3-də, P xlor 3-də. Bu müsbət 3-dür. Bu isə mənfi 1-dir. Alüminium xlor 3-də, bu mənfi 1-dir. Bu müsbət 3-dür. Yəni anionda var, katyonda var, fərqlidir. Ortaq elektron cütü. Yadda saxlayın, ortaq elektron cütü olur kovalentdə. Y bəndi bura aiddir. İndi oktet qaydası hansında ödənir? Gəlin ona baxaq. Hər ikisində ödənəcək onsuz da P xlorçu yazsaq belə. Klorun sıra nömrəsi də burada vermişdi onsuz da. Alüminium da verilib. Fosfor verməyib ama. Deməli, 1S2, 2S2, 2P 6, 3S2, 3P5 oldu 17. Görürsünüz bu deməli nədir sonda? 3S2, 3P5'dir. 7 dənə elektronu var. Mən bunun ətrafında 7 elektronu yazsaydım, başqa rənglə ifadə edeyim öz elektronlarını qırmızı ilə. Baxın, bu xlorundur. Deməli, xaric təbəqəsindəki 7 elektron. Qırmızılar. Bu bir dənə isə fosfora aiddir orada. Ortaq elektron cütü də elə budur. Bu birisi xlorlarda eyni qaydada. 7 dənə bunların ətrafında elektron olur. Fosforu yazsaq, fosfor 15, 3S2, 3P3. Bunun isə 5 dənə olmalıdır. Rəngin dəyişim. Belə mavi ilə. Bu mavilər isə fosforun, baxın, fosforun ətrafında nə qədər olmalıdır xaric təbəqəsində? 5 dənə. 5 dənə də yazmışıq da gördünüz. Bu formadadır. Oktet qaydası ödəndi mi? Ödəndi. İndi alüminium xlorisə baxaq. Alüminium 13. Bu da olacaq 3S2, 3P1. Xlor da bayaq yazdıq onsuz da. Bunu yazsaq. Alüminium. Silim aşağıdan yazın. Sığıştıra bilməyəcəm çünki ora. Alüminium görürsünüz xaric təbəqəsində nə qədər elektron var? 3 dənə. Bu xlorla birləşəndə bunun elektronları belə olur. Yenə burada xlora aid olanları qırmızı ilə yazın. Xlorun isə bayaq kimi 7 dənə elektron var. Ödəndi mi oktet? Stabil vəziyyətə gəldi mi? Gəldi. Belə. Oktet qaydası da hər ikisinə gedir. C, D. Deməli, 8-ə nə verib? 8-də deməli 7 qram X maddəsi reaksiyaya tənli üzrə yandıqda 22 qram CO2 və 9 qram H2 əmələ gəlir. X maddəsinin formulu müəyyən. Gəlin baxaq. Burada aydın olanları yazaq. O bir məhsulu X-i saxlayıram. Mən hələ ki 2 CO2 üstə gəl 2 H2O. Mən burada nə görürəm reaksiyanında? Sağ tərəfdə nə qədər oksigen var? 6 dənə, düzdürmü? Solda da elə 6 dənə də 3 vur 2 6. Deməli bu ikisinin içərisində oksigen yoxdur. Yerdə hansı maddələr qalır? Karbonla hidrogen. Və bu ikisinin əvvəlində əmsal da yoxdur. Ona görə burada karbon sayı nə qədərdir? 2 dənə. Deməli ayağında 2 olacaq. Hidrogen sayı nə qədərdir? 4 dənə. Deməli bunda ayağında 4 olacaq. Bu X-imiz C2H4'dür. X-i yazırsınız C2H4.
Sonra maddənin kütləsinin saxlanması qanununa əsasən reaksiyaya neçə qram oksigen daxil olduğunu hesablayın. Deməli, bizdə 7 qram X maddəsi verilib. Oksigen nə qədərdir bilmirik. Buna M yazaq. Bərabərdir. CO2 nə qədər əmələ gəlib? 22 qram. Üstə gəlib 9 qram da H2 əmələ gəlib. Burada oksigen kütləsini tapsaq, deməli, eləcək 20. Yoxsa səhv elədim. 20 ilə yox. 7-ni bu tərəfə keçirsəm 24 eləyir. 24 eləyir. Deməli, C-yə baxaq. Qrafikdə reaksiya daxil olan və alınan maddələrin kütləsinin zamanla asılı olaraq dəyişmə əllərini çək. Deməli, bizim baxın, reaksiyaya girənlər hansılar oldu? C2H4 və oksigendir, düzdürmü? C2H4 neçə qram reaksiyaya daxil oldu? 7 qram. Reaksiyaya daxil olanı, baxın, belə yazırıq. 7 qram idi. Hamısı sərf olunub da gəldi sıfıra. Bunu birləşdirin burada. Burada yaza bilərsiniz ki, bu olsun C2H4. Rəngi dəyişək. Sonra oksigen. Oksigen nə qədər tapdıq? 24 qram reaksiyaya daxil oldu. Baxın, 24 qram götürmüşəm. Hamısı reaksiyaya daxil oldu. Bu da gəlir sıfıra. Müəyyən müddət sonra gəlir sıfıra. Bu bizim oksigenimizdir. Yenə rəngi dəyişək, bir də qarışmasın deyə. Və alınıb CO2. CO2 neçə qram alınmışdı? 22 qram. CO2 baxın, əvvəl yox idi, sıfırdan gəlib. Alınıb nə qədər? 22 qram və sabit qalıb. 22-də artıq sabit xətt çəkirsiniz. Bu CO2-dir. Və H2O. H2O nə qədərdir? 9 qram H2O alınıb. H2O da baxın, alınandı, sıfırdan gəlib. Sıfırdan gəlib 9 qram alındı, dayandı. Mavi olan da H2O-dur. Bu qədər. Sağ olun, salamat qalın.